İmam Sadiq əleyhissalam buyurur, qiyamət günü ərşdən bir səs gələr, nida edər, əynər rəcəbiyyun, hardadır rəcəb əhli? Bir dəstə ayağa durarlar, onların üzü məhşər əhli üçün parıltılı olar. Kimlərdir Rəcəb ayının əhli və bizlər necə edə bilərik ki, Rəcəb ayının əhli olaq? Allahın bu üç fəzilətli ayının əhli olaq. Onlar ki, məsumların bu aylar üçün tövsiyələrini yerinə yetirirlər, bu ayların hörmətlərini saxlayırlar, onlar bu ayların əhlidirlər. Əhl-i Beyt tərəfindən bizlər üçün sifariş olunan, tövsiyə olunan o əməlləri yerinə yetirməklə bizlər bu ayların əhli ola bilərik. Bu ayda sifariş olunan və ən mühüm əməl istiğfar etməkdir. Peyğəmbər buyurur, Rəcəbun şəhrul istiğfarı li ümməti. Əksəru fihi minəl istiğfarı fə innəhu qafurun rahim. Rəcəb ayı mənim ümmətim üçün istiğfar ayıdır. Bu ayda çoxlu istiğfar edin ki, həqiqətən Allah bağışlayan və mehribandır. Bizlərə istiğfar etmək üçün bu cürə tövsiyə olunub. Əstəğfirullahəl-ləzi la ilahə illəhu və əs'aluhu tövbə. Ondan başqa heç bir ilah olmayan Allahdan bağışlanmaq diləyirəm və ona tərəf qayıdıram. Əstəğfirullah və ətubu iləy. Allahdan bağışlanmaq diləyirəm və ona tərəf qayıdıram. Bir kəs edə bilmirsə bu zikirləri dilə gətirsin, öz günahlarının fəsadlarını və Allahın əzəmətini xatırlamaqla Allahdan bağışlamaq diləsin. Desin, ilahi, sən bağışlayan və mehribansan, səndən bağışlanmaq istəyirəm.